Bugün Dünya Lego günüdür. 65 ildən çoxdur ki, bu kərpiclər bütün dünyada yaş qruplarını yaradıcılıqla bir araya gətirir və hazırlanması heç də göründüyü qədər asan deyil. Bir zamanlar sadə kərpiclər kimi görünən Lego artıq uşaqların yaradıcılığını, məntiqini və texnologiyaya marağını formalaşdıran bir tədris alətinə çevrilib. Bunun üçün xüsusi tədris mərkəzləri də yaradılıb. Belə məkanlarda təhsil alan uşaqlar Legodan hazırladıkları robotlar və texnoloji layihələrlə bacarıqlarını nümayiş etdirirlər. Bizə birgə hazırladığınız bu robot barədə danışa bilərsən? Mən bunu bacımla düzəltmişəm. Bu robotun adı dans robotdur. Onda 2 motor, bir rəngli görən sensor, bir də ki beyin var. Qırmızı sensoru görəndə əllərini fırladır. Yaşıl görəndə ayaqlarını fırladır. Mən qardaşımla boks robotu düzəltmişəm. İndi mən göstərəcəm sizə necə işləyir. Biz bugün iki zadok robotu bölmüşük. Bu robotun motorları yoxdur. Bir beyni və bir rəng görən sensor var. Biz burada mavini göstərəndə Azər robotu yazılır. Sarı rəngi göstərəndə isə buton knopkası mavi rəng olur. Yaşıl rəngi göstərəndə isə ürək göstərir. Valideynlər isə deyir ki, uşaqlardakı texnoloji və yaradıcı yanaşma onları bura gətirib. Beləcə, uşaqlar Legonun öyrədici tərəflərini yaxından tanımağa başlayıblar. İki oğlum uşaqlıqdan çox maraqları var idi, həvəsləri var idi və bacarıqları da çox yaxşı idi. Və buna görə biz düşündük ki, bunu professional səviyyədə yönləndirək və daha da təkmilləşdirək. Bu sahədə inkişaf eləsinlər. Düşünəndə ki, gələcəkdə robot və IT üzərindədir əsas peşələr. Düşündük ki, daha yaxşı olar onlar üçün. Müasir dövrün balacaları robototexnika, mühəndislik və proqramlaşdırma biliklərinə də yiyələnirlər. Uşaqlar Lego tipli konstruktorlarla yanaşı robot və müxtəlif elmi, texnoloji layihələr üzərində də işləyirlər. Lego mərkəzində bugün üçün uşaqların yaş qrupuna uyğun xüsusi proqramlar mövcuddur. Proqramlara yaradıcı Lego yığımı, məntiqi tapşırıqlar, komanda oyunları daxildir. Bu dərslər həm əyləncəli, həm də öyrədici formatda keçirilir. Burada gördüklərimiz göstərir ki, Legoya yalnız oyuncaq kimi yanaşmaq doğru deyil. Uşaqlar yaradıcılıq, problem həlli və komanda ilə işləmə bacarıqlarını eyni anda inkişaf etdirərək gələcəyin mühəndisləri kimi formalaşırlar. Röya Salmanova, Sabir Şahbələdov, Telesəhər.